Alabileceğiniz dodaq boyaları. Golden Rose Velvet Matte seriyasından dodaq boyaları. Məndə daha çox rənglər var idi, amma hamısını bitirmişəm, bunlar qalıb. 13 rəngi, bu çox qalıcı rəngdir. Baxın, buna fuksiya rəngidir. Sizə swatchunu göstərim. Bu digərlərindən daha qalıcıdır. Və dodaqlarımda olan 02 rəngi. Bu çox gözəldir. Gül qurusu rəngidir və dodaqları yaxşı nəmləndirir. Tərkibində kastor yağı var. Bilor Design markasından dodaq boyası Belarusiya istehsallıdır. Qiyməti çox münasibdir. Black Friday'dən 3 manata almışdım. Bu da gül qurusu rəngindədir, amma rəngi daha soyuqdur. Bunu da çox bəyənirəm. Dodaqları qurutmur, biraz nəmləndirir. Qoxusu da qəşəngdir. Bu qiymətə daha nə istəyirik? Oliviyadan əldə edə bilərsiniz. MAC-dan məndə 4 dənə dodaq boyası var. Digərlərini bitirmişəm. Ən sevdiyim Curious rəngidir. Powder Kiss seriyası çox bəyənirəm, çünki matdır, amma dodaqları qurutmur. Kərpiç rəngi var, biraz narıncıya çalır. Çox sevirəm bu rəngi. Bu dodaq boyasını təzəlikcə kəşf etmişəm. Top Face markasındandır. Məncə Türkiyə istehsalıdır. Bu da gül qurusu rəngidir. Mənim qızım mənə kömək eləmək istəyir. Çox gözəl rəngi var və bu əvvəlki dodaq boyalarına da biraz oxşuyur. Bu dodaq boyasını özümə çox yaraşdırıram və bununla artıq neçə dəfə kompliment almışam. Bu dodaq boyasının rənginə heyranam. 110 rəngidir. L'Oreal Paris markasındandır. Çox qalıcı deyil, biraz bahadır, amma rəngi o qədər gözəldir ki. Anastasia Beverly Hills markasından 2 dənə dodaq boyası. Bu da biraz qırmızıya çalır. Amma gündəlik istifadəyə üçün lap uyğundur. Çünki çox tünd deyil, çox abartı deyil. Bu da əlbəttə ki, gül qurusu, belə də adlanır Dusty Rose. Çox sevirəm, amma bu biraz boza çalır. Mənə abunə olsaz çox sevinərəm.